Bakıda Ümumdünya Şəhər Salma Forumu WUF 13 keçirildi. Belə bir şey tədbiri biz heç adını eşitməmişdik xalq olaraq. Heç bilmirdik belə bir şey var. Axır ki gələn qonaqlara da əyani surətdə Allah Taala, nə bilim, təbiət, anan, Tanrı, axır hər kimdirsə göstərdi ki, əsl şəhər necə olmalı deyil. Yəni bu cürə şəhər olmaz. Bakı şəhəri hal-hazırda tikintilər yığınıdır. Yəni Bakıda bir dənə şəhər var, o da İçəri şəhər. Qaydasında, qanununda tikilmiş. İçəri şəhərin xaricində Bakı şəhərində şəhər yoxdur. Şeylər var, anklavlar var, xırda-xırda nətər deyirlər, komplekslər var. Onlar da tam kompleks deyil. O boyda yasamal mida tikilmişdi, gətirdilər, qabağında kristalı tikdilər. Heç su basmayan yer bu dünənləri cəmaət qalmışdı, işıqsız, internetsiz, maşınları suyun içində. Yəni bu cürlə şey altyapısız. İndi onu bir məzəli söz tapıb qoyublar ora beynəlxalq olmaq üçün. İnfrastruktur, onun deməli olan adamların çoxsa söz deyə bilmir, heç o sözlə də maraqlanmır. Yəni o vəzifəni yerinə yetirmir. Altyapı problemləri olan bir şəhər. Yəni yaxşı oldu ki, gələn qonaqlar bunu gördülər və özləri də çəkdilər, paylaşdılar və çox yerdə YouTube-da, TikTok-da, müxtəlif platformalarda qarşımıza çıxdı ki, bu tədbirdə biz gördük ki, şəhər necə olmalı deyil. Şəhərdə hansı tədbirlər görülməlidir. İşin acınacaqlısı da odur ki, artıq bir il ərzində 3-cü, 4-cü dəfə belə hal oldu və heç bir vəzifəli şəxs nə vəzifəsindən getmədi, nə çıxıb xalqdan üzr istəmədi, nə bir şey olmadı. Yəni bir şəhəri su basırsa buna Nazirlər Kabineti, baş nazir, nə ölkə rəhbəri cavabdeh deyil. O şəhərin bələdiyyəsi olmalıdır. İstanbul 16-20 milyonluq əhalisi olan bir şəhərdir. Oranın bir bələdiyyə başçısı idarə edir. İstanbul Böyük Şəhər Bələdiyyə Başçısı. Azərbaycan əhalisində 2 dəfə çox əhalisi olan bir şəhəri bir bələdiyyə başçısı idarə edir. Pis, yaxşı idarə edir. Hər şeyə də bələdiyyə cavab verir. Bizdə bu bələdiyyə sistemi ancaq elə vergi yığmaq, pul yığmaq, torpaq satmaq ağla gəlir danışanda. Sistemləşmək lazımdır. Bu bir sistem xətasıdır, sistem səhvidir və cəmaət üçün də, əhali üçün də günahkar axtaranda onda olur hamısı günahkar. Əslində, yəni bunun günahkarı bələdiyyədir. Bakı şəhər meriyası deyirik də, bizim belə adlı pafoslu çıxsın. Meriyası. Bakı şəhər bələdiyyə başçısıdır bunun cavabdehi əslində. Niyə bunu təşkil eləməyib? Amma ki, reallıqda isə, faktiki olaraq isə bütün dövlət qurumlardır. Niyə? Çünki bizdə bələdiyyənin elə bir səlahiyyəti yoxdur. Biz haradasa bələdiyyənin bir işini görmürük. Ancaq görürük ki, avqust ayında SMS göndərir ki, 20 manat, 30 manat, 40 manat orada ödə, bura ödə. Keçmiş olsun əhalimizə. Belə günlərdən daha çox olacaq. Belə günlərdən bətər daha çox olacaq. Çünki bu düzələn deyil. Bu gediş belədir. Əgər ilin başında yağan yağışlardan sonra heç bir tədbir alınmazsa, ancaq nəticələrin aradan qaldırılması işləri getsə. Bundan sonra da belə olacaq. Allah bətərindən qorusun. Allah bizi zəlzələdən qorusun. Hesab edirəm ki, çoxlu məscidlər tikib gecə-gündüz dua eləmək lazımdır. O bu fırsat boş şeydir. O bizə xeyir olan deyil. Ancaq dua eləmək lazımdır ki, bəlkə Yaradanın bizə rəhmi gələr. O da deyib, səndən hərəkət, məndən bərəkət də. O da demir ki, yat özlüyü ver günə, gözdə canım çıxmasın. Oldu. Hamınızı salamlayıram bir daha. İşləriniz avanda olsun.